Bir rejissorumuza çəkdiyi bu filmə görə daha sonra film verməyiblər. İzləyək. Я ничего не понимаю. Ben hiç ne başa düşmüyorum. Неужели и вам столько? Size de bu kadar. Вот, посмотри. Görürsen. В этот раз даже меньше, чем всегда. Bu defa həmişəkindən də az verdi. Bu filmdə hadisələr 1980-lərin sonunda keçir. Hadisələrin mərkəzində isə bulvarda kukla paltarı geyərək insanlarla fotolar çəkdirən 6 gənc var. Onların rəhbəri isə Jota adlı ermənidir. Filmdə dövrün atmosferi, ictimai ab-havası göstərilir. Keçid dövrünün ağırlıqları, gənclərin üzləşdikləri çətinliklər əsas yer tutur. Bütün bunlarla birgə onlar həm də həyatlarındakı ilk eşqi dadır. Həyatdan zövq almağa çalışırlar. Filmin rejissoru Çingiz Rəsulzadədir. Bu film beynəlxalq uğur qazansa da, daxildə xoş qarşılanmır. Buna görə də rejissora başqa film verilmir. 2021-ci ildə ürək tutmasından 49 yaşında vəfat edir. Çingiz Rəsulzadənin ruhu şad olsun. Filmdəki aktyorlarımızdan kimləri tanıdınız?